Allah Azze ve Celle Bəqərə surəsinin 183-cü və 187-ci ayələrində Ramazan orucu ilə bağlı bizə bəhs edir. Və Ramazan əhkamları ilə bağlı bizə məlumat verdiyi zaman Bəqərə surəsinin 186-cı ayəsində də bizə dua ilə bağlı bir məlumat verir və belə buyurur. Bəndələrim məndən səni soruşsalar, de ki, mən onlara çox yaxınam. Mənə dua etdikləri zaman duasına cavab verərəm. Allah Azze ve Celle Ramazan ayında bizə ona yaxın olduğumuzu bir daha xatırladır və dua etdiyi zaman duasına cavab verəcəyini bildirir. Buradan Ramazan ayında Ramazan orucu nə qədər önəmlidirsə, Ramazan ayında edilən duanın da nə qədər önəmli olduğunu anlaya bilərik. Hətta Allah Resulü sallallahu əleyhi və səlləm belə buyurur. 3 qism insan vardır ki, onun duası geri çevrilməz. Onlardan biri də oruclunun iftar zamanı etdiyi duadır. Buradan biz onu anlaya bilərik ki, Ramazan ayında edilən duaların qəbul olması üçün çox gözəl bir fürsətdir. Dua bizi Allaha yaxınlaşdıran gözəl bir vasitədir.